Cruises.az-ın değerli dostları, müşterileri, Odyssey of the Seas gemisi Royal Caribbean'ın tərkibində olan en büyük gemilerden biridir ve 2025 ili üçündə Avropa üzrə üzəcək. Kifayət qədər də maraqlı marşruta sahibdir. Bu ümumi havuzudur. Gemi ümumiyyətlə Karib hövzəsinin hava-havasını yaşatmağa çalışan bir gəmidir. Ona görə də açıq zonaları, yəni ümumi açıq və dincəlinə biləcək zonalar kifayət qədər çoxdur. Bu şəkildə güneşlənə biləcəyiniz şezlonglar kifayət qədər çoxdur. Baxmayaraq ki, hovuz bəlkə balaca görsənir, bəli, çox böyük deyil, otellərdəki kimi olimpik hovuzlardan yoxdur. Amma kifayət qədər çox güneşlənmək üçün yerlər və əyləncə məkanları var. Bu böyüklərin qatılacağı, dincələcəkləri hovuzdur. Həmən yan tərəfdə və bu kapsulu istəyirəm göstərim. Deməli, bu kapsul yüksəkliyə qalxır. Təxminən 90-100 metr yüksəkliyə qalxır. Burada gördüyünüz kimi ana hərəkət hissəsi buradadır. Ya perpendikular, ya horizontal olaraq hərəkət edir və çox gözəl, gəmilər dayananda çox gözəl bir mənzərə yaranır. Giriş pullandı, 10 dollardır. Amma bəzən gəmilər dayananda bir görürsən pulsuz da olur. Həmən yan tərəfdə, digər hovuzun yan tərəfində bir də uşaqlar üçün belə bir hovuz var və böyük dev ekranı görürsünüz. Müxtəlif əyləncələrin axşam saatlarında müxtəlif əyləncələrin keçirilə biləcəyi bir məkan və bu şəkildə onun da yanaşıda bu tip jacuzziler var. Hansı ki bu jacuzzilərdə də rahat dincələyə Aşağıda da bir jacuzzi var. Jacuzzilərdən boldur. İsinməli sudur. Yəni su, eğer hava sərin olduğunda fikirləşməyin ki, soyuq olacaq. Yox. Kifayət qədər su normal temperaturda olur ki, xoş vaxt keçirilə bilsin. Bu şekilde maraqlı kapsul tipli güneşlənmə yerlərdir. Bunu görürsünüz, bu da belə də bir fərqli bir dincəlmə yeri və güneşlənmə yeridir. Kifayət qədər böyük gəmidir və də istər yeməkləri, istər qulluğu yüksək səviyyədədir. Amerikan gəmiləri həmişə öz keyfiyyətləri ilə belə fərqli təqdim etdikləri xidmətlərlə onsuz da fərqlənirlər. Bu da onlardan biri.